Hər kəsə salam. Passive voice aid bir neçə sualın izahına baxırıq. 13-cü sual. Her friends left her alone in the house. Təbii ki, əvvəlcə tamamlığı müəyyən edirik. Her gəlir, she formasında mübtəda olur. Left V2-dir. V2-də bizə was verb plus V3 lazımdır. O da A variantı. 14-cü sual. Tamamlığı me'dir. Me gəlir, I formasında mübtədam olur. Has shown, indiki bitmiş zaman. İndiki bitmiş zamanda has been shown ya da have been shown lazımdır mənə. Will gələcəkdir. Am indiki zamanda, was keçmişdir, had been keçmiş bitmişdir. Təbii ki, have been plus V3. 15-ci sual. We use this room. Mənə this room lazımdır. This room gəlir mübtəda funksiyasına, lakin D variantında mübtəda məlum növün mübtədası ilə məchul növün mübtədası olduğu kimi saxlandığına səhvdir. This room mübtəda funksiyasına gəlir used xəbərim V2-dir. Was verb plus V3 lazımdır. O da hardadır? C variantında.